Avqustun 18-də Ağcabədi rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclası keçirilib. Rayon ərazisində fəaliyyət göstərən pambıq emalı zavodlarının və qəbul məntəqələrinin yığıma hazırlıq vəziyyəti ilə bağlı keçirilən iclasda rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, şura üzvləri, aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərləri, pambıq istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri, inzibati ərazi dairələr üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Rayon rəhbəri ötənki təsərrüfat göstəriciləri və hazırda qarşıda duran prioritet məsələlərdən danışıb. Məruzə ilə çıxış edən sosial-iqtisadi və memarlıq tikinti məsələləri şöbəsinin informasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi Muxtar Bağırov, ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə olunması barədə geniş məlumat verib. Muxtar Bağırov bildirib ki, ötən təsərrüfat ilində rayon üzrə fermer və şirkətlər tərəfindən 11.821 hektar sahədə pambıq əkilmiş, orta məhsuldarlıq 34,94 sentiner olmuş və ümumilikdə 41.304 ton məhsul əldə edilmişdir. Həmçinin o da bildirilib ki, pambıq yığımına sentyabrın 20-sindən başlanması nəzərdə tutulur. Bu məqsədlə yığıma qədər məhsulun yığıma hazırlanması, texnikaların saz vəziyyətə gətirilməsi, qəbul məntəqələrinin və emal müəssisələrinin hazırlığının tamamlanması təmin edilməlidir. Sonra Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov çıxış edərək dövlət tərəfindən fermerlərə verilən subsidiyalar, yığım zamanı nəmlik və zibillik göstəriciləri ilə bağlı fermerlərin müraciətlərinin operativ aparılması məqsədi ilə mərkəzdə münaqişə komissiyasının yaradılması ilə bağlı ətraflı məlumat verib. Daha sonra rayon İcra Hakimiyyəti başçısının Mehrablı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xosrov Həsənov, Prime Cotton MMC-nin Ağcabədi regional filialının direktoru İbrahim Ağamirov, Piagro MMC-nin nümayəndəsi Qələndər Məmmədov, Azərpambıq MMC-nin nümayəndəsi Teyyub İbadov və fermer Famil Quliyev çıxış edərək öz müəssisə və təsərrüfatlarının iş prinsiplərindən danışıblar. Tədbir qarşılıqlı dialoq şəklində davam etdirilib. Sahibkarlar və təsərrüfatçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.